İndi burada sual çıxır. Məgər rafizilər bu hədisi bilmir? Cavab budur ki, rafizilər bu hədisi bilir. Lakin rafizilər bu hədisə nə deyir? Rafizilər deyirlər ki, bu hədisi tək Abu Bakr rəvayət edib. Başqa heç kim rəvayət etməyib. Abu Bakr da ona görə rəvayət edib ki, mirası ələ keçirsin. Təsəvvür edin. Ona görə qəbul etməyiblər. Madəm ki, tək Abu Bakrdan gəlib, Abu Bakrın məqsədi var idi bu hədisi danışmasında. Fatimənin mirasını ələ keçirsin. Deməli, bir halda ki, tək Abu Bakrdan gəlib, biz bu rivayəti qəbul etmirik. Cavab olaraq deyirik ki, şək yoxdur ki, bu batildir. Bu rivayət tək Abu Bakrdan gəlməyib. Bu rivayət bir çox sahabələrdən gəlib. Bəzi Peyğəmbərin zövcələrindən gəlib, bəzi rivayətlər, bəzisi Osmandan gəlib, Əlidən gəlib, Abbasdan gəlib, Abdurrahman ibn Avfdan gəlib, həmçinin Zubeyrdən gəlib və s. Yəni, sözümün canı odur ki, tək Abu Bakr rivayət etməyib. Bu birinci məsələ. Bundan əlavə, həmin bu rivayət maraqlısı odur ki, rafizilərin öz kitablarında mövcuddur. Yəni, siz Əhl-i Sünnəni saxlayın. Əhl-i Sünnədə rivayətlər mövcuddur. Nəinki Abu Bakrdan, başqa sahabələrdən də varid olub. Həmin bu rivayət rafizilərin kitablarında mövcuddur. Baxın, Kuleyni özünü yazdığı Kəfi kitabında orada rivayət gətirir Abu Abdullahdan. Allahın Rəsulu belə dedi. Alimlər Peyğəmbərlərin mirasıdır. Peyğəmbərlər dinar və dirhəm miras qoymurlar. Onların mirası elmdir. Kim bu elmdən pay götürərsə, böyük bir pay götürmüş olar. Bu, Kuleyninin Kəfisindədir və səhihdir. Məclisi buna səhih deyir və həmçinin Xomeyni deyir ki, hədisdə olan kişilərin hamısı siqadır, yəni etibarlıdır. Yəni hədis səhihdir.